Quranda bir gözəl ayə var. Quranın ayələrinin hamısı gözəldir, bəziləri mövzuya uyğun gözəldir. O baxımdan deyirəm. Buyurur ki: وَلَنَّبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ. Buyurur ki, biz sizi biraz qorxu ilə, biraz aclıqla, biraz mal və canlarınızda olan naqisliklərlə, yəni onlara gələn bəlalarla və məhsullarınıza gələn bəlalarla imtahan edərik və bəşşiri sabirin, səbirlilərə müjdə verir. Gəlin indi ayəni axırdan tərcümə eləyək. Deyir, neçə cür mən sənə imtahan göndərirəm. Bir, ola bilər ki, sən aclıqla imtahan olunasın, yəni ürəyin istəyən qədər yeyə bilməyəsən. İki, budur ki, canlarınıza xəstəlik gələ bilər. Üç, budur ki, fəqirlik. Yəni malın, ola bilər ki, sən ac olmayasan, amma malın azalsın. Bunların hamısından əvvəl nə edir? Biz bəzən sizi qorxu ilə də imtihana çəkirik. Yəni, ehtimallar ki, birdən belə olarlarla. Orada sən gərək qorxmayasan, zirəng olasan, qorxmayasan. Bəzən Allah göstərir sənə bəlanı vermir ki, qorxmayasan. Məsələn, bəzi adamlar görürəm, başını yelləyir. Həyatınızda olub belə bir şey ki, ehtimal vermirsən ki, başına gələcək.